Salam əziz şagirdlər və abituriyentlər, xoş gördünüz hər birinizi. Mən bu gün sizə kompleks obyekt haqqında məlumat verəcəm. Kompleks obyekt mürəkkəb tamamlıq qaydasıdır. Kompleks obyekt və ingilis dilində buraxılışa düşə biləcək qaydadır demək olar ki, yəni testlərə də hər zaman düşür və mütləq bunu bilməlisiniz. Gəlin görək mürəkkəb tamamlıq nədir? Mürəkkəb tamamlıq ümumiyyətlə ingilis dilində tamamlığın iki növü vardır. Sadə tamamlıq və mürəkkəb tamamlıq. Sadə tamamlıq bir nitq hissəsi ilə ifadə olunur. Mürəkkəb tamamlıq isə iki və daha artıq nitq hissəsi ilə ifadə olunur. Yəni bu mürəkkəb tamamlıq ümumiyyətlə anlamaq üçün biz burada feillər üç kateqoriyaya, üç növə ayıracağıq. Birinci növ feillər, ikinci qrup feillər və üçüncü qrup feillər. Gəlin görək onlar hansılardır. Birinci qrup feillərə daxil olan, təbii ki siz burada bunları əzbərləməlisiniz əziz şagirdlər. Birinci qrup feillərə daxildir let, bir də make. Let icazə vermək mənasında. İcazə vermək tərcüməsi verəcək. Make isə vadar etmək, məcbur etmək. Burada diqqətli olun. Məcbur etmək. Çünki make-in yaratmaq, qurmaq mənası da var. Amma burada mürəkkəb tamamlığın hissəsində artıq vadar etmək, məcbur etmək mənasını verəcək. Bu feilləri gördük birinci tərəfdə. Özündən sonra to hissəciyi, ing və şəxsə, zamana, kəmiyyətə görə dəyişmə söhbəti olmayacaq. Yəni tusuz feil, ing-siz feil gələcək. Məsələn, mom didn't let me go, to go, going, goes. Diqqətli olun. Şöyle dedi ki, tusuz feil gələcək. To go-nu verə bilmərəm. ing-li feil gəlməz, yanlışdır. Şəxsə, zamana, kəmiyyətə görə dəyişməz, olacaq adi, tusuz feil. Birinci qrup feillər let və make. Gəlin görə ikinci qrup feillər hansılardır? İkinci qrup feillər, bunları siz əzbərləməlisiniz ki, testlərdə görəndə yaza biləsiniz. İkinci qrup feillər daxildir see, notice, hear, watch. Bunları keçmişdə görə bilərsiniz. See, saw, notice, noticed, hear, heard, watch, watched. Sonra feel, see, notice, hear, watch, feel, bir observe. Observe. Bu feillər isə özlərindən sonra yenə tusuz feil, to gəlməyəcək və ya da ki, gəlsə ing-li feil işlənə bilər. Burada diqqətli olun. Ya tusuz feil gələcək, yəni adi sadə formada feil, ya da ing-li feil gələcək. Üçüncü qrup feillərə isə yerdə qalan feillər, üçüncü qrup feillər olacaq və yerdə qalan feillər deyəndə uşaqlar bunları əzbərləməlisiniz. Yəni hər gördüyümüz feili biz bilirik ki, ümumiyyətlə ingilis dilində iki dənə feil yanaşı gətirəriksə, ikinci feil özündən sonra to hissəsini qəbul edəcək. Sadəcə olaraq indi bu mürəkkəb tamamlıq hissəsində çox diqqətli olun ki, əsas testlərə, yəni hansı feillər düşürsə, onları mütləq əzbərləməlisiniz. Bizə lazım olacaq want, yəni ən çox testlərdə gördüyünüz expect, test rəngini dəyişir, expect, tell, want, expect, tell, order, wish, ikisi qırmızı yazıldı və s. Bu cür feilləri siz artıq əzbərləməlisiniz ki, özündən sonra to-lu feil istəyər. Bax, mütləq bunu yadınızda saxlayın. Deməli, bir də nəyə fikir verəcəksiniz? Mürəkkəb tamamlıq hissəsində bizə lazım olacaq əsas qeydlərdən biri də ortada gələn ismin və yaxud əvəzliyin hansı formada işlənməsidir. Məsələn, deyirəm ki, I saw him or he run in the yard. Mən onu həyətdə qaçan gördüm. Diqqətli olun. Baxın, ikinci qrup feildir. Gördük. İndi him olacaq, yoxsa he olacaq. Mürəkkəb tamamlıq hissəsində olan həmən bu isim və ya mübtəda heç bir zaman şəxs əvəzliyi formasında işlənməyəcək. Bizə lazım olacaq obyekt əvəzliyi. Və burada da so, ikinci qrup feili olduğuna görə ya run verərik, ya da running. Burada diqqətli olun. Yəni bu feil, burada biz başqa törəmə vəzifələrini görə bilərik. Məsələn, adlı qalda olan isimlə görə bilərik. Burada çox diqqətli olun.
Yəni mürəkkəb tamamlığın əsas uşaqları xarakterini, yəni çaşdıran hissələrindən biri də budur ki, ortada gələn əvəzlik mütləq obyekt əvəzliyi, ya və yaxud adlı halda olan isim və yaxud da ki, törəmə əvəzliyi ola bilər. Bax, bunu da yadınızdan çıxartmayın. İndi bir məsələni sizə qeyd edeyim. Mürəkkəb tamamlıq tərkibində 2 dənə feil yəni işlənərsə, bu feillər bir-biri ilə ən bağlayıcısı vasitəsilə bağlanacaq. Bax, burada çox diqqətli olun. Ya hər iki tərəfi ing olacaq, ya da ki, yəni birinci tərəfi tu, ikinci tərəfi tusuz feil formasında işlənəcək. Ya hər ikisini bu formada verərik, ya da hər ikisini ing formasında. Yəni ən bağlayıcısı varsa, ikisini də eyni formada verməlisiniz. Yəni birin ing-li, birin yəni adi sadə formada işlədə bilmərik. Yəni burada da here ikinci qrup feil olduğuna görə özündən sonra ya tusuz feil, ya da ing-li feil formasında işlədəcəyik. İndi gəlin baxaq testlərinə. Və davam edirik mürəkkəb tamamlıq testləri ilə. Baxıram. The doctor ordered. Orada baxıram. Let, make birinci qrup deyil. See, hear, watch, notice, observe, feel ikinci qrup deyil. Deməli, üçüncü qrup feildir. Üçüncü qrup feil isə bizə nə lazım olacaq? Yəni, to işlənən hissə. Baxın, sizə bayaq dediyim kimi, mürəkkəb tamamlıq tərkibində işlənən həmən o isim və ya mübtəda mütləq və mütləq obyekt əvəzliyi formasında olmalıdır. Şəxs əvəzliyi formasındadırsa yanlış olacaq. Yəni, he şəxs əvəzliyidir. He, she, it, we, you, they. Və yaxud da ki, baxacaq, B variantı da yanlışdır. Sonra baxıram, C, D, E variantı. Baxıram ki, hər birində he görürəm. Dedik ki, növbəti gələn feil zamana görə dəyişməyəcək deyə Y variantı yanlışdır. Zamana görə dəyişməyəcək deyə D variantı yanlışdır. Baxın, tuğru feil istədiyinə görə olacaq doğru cavab C variantı. When I was a child, mən uşaq olanda my mother, anam, baxıram indi. Burada artıq 2 dənə boşluq verdiyinə görə bizə burada çox diqqətli olacaq. Məsələn, made keçmiş zamanda verə bilərik, yəni o əsas feili. Yəni birinci qrup olduğuna görə tusuz feil istəyəcək bizdən. Baxıram, B variantında to go gəlib yanlışdır. C variantı asked veribdir və to işlənməli idi, yanlışdır. Wanted, want üçüncü qrup feil olduğuna görə burada to olmalı idi deyə yanlışdır. Baxıram, watched idi, ikinci qrup feil olduğuna görə to hissəcək gəlməməli deyə yanlışdır. Olacaq doğru cavabımız A variantı. Baxırıq 5-ci suala. Some people don't illegal immigrants in their country. Baxıram yenə burada artıq feillər bilmirəm hansı feil yazacağam. Birinci qrupun, ikinci qrupun burada çox diqqətli olaq. Məsələn, make birinci qrup feil olduğuna görə ikinci gələn feili, yəni mürəkkəb tamamlıq hissəsini yaradacaq feili to hissəci ilə götürməz deyə yanlışdır. Let də həmçinin eyni qayda üzrə gedəcək, to hissəci gəlməz yanlışdır. Allow ikinci qrup feildə deyə icazə vermək deməkdir. Özündən sonra to hissəci gətirməlidir deyə yanlışdır. B variantı və C variantı. Expect dedi ki, ikinci qrup feil olduğuna görə mütləq özündən sonra to qrup feil gətirməlidir, yanlışdır. Want isə üçüncü qrup feilə aid olduğuna görə want, expect, sonra tell, like, would like. Bax, bunlar mütləq to hissəci ilə işlənər deyə B variantını götürəcəyik. Baxaq 18-ci suala. Deməli, the police officer made the robbery. Bax, made feili gördüm, düzdür, keçmişdədir. Yəni, ola bilər keçmişdə. Əsas bu hissə olan feil zamana, şəxsə, kəmiyyətə görə dəyişməsin. Deməli, B variantında to gəlib yanlışdır. C variantında ing dedik, feilin sonunda olmaz, yanlışdır. Zamana görə dəyişib və ya şəxsə görə dəyişib yanlışdır. Told zamana görə dəyişib yanlışdır. Olacaq A variantı. 19-a baxıram. This is so gördüm. C-nin keçmişidir. İkinci qrup feildir. Özündən sonra tusuz və ing-li bir feil istəyərdi. Baxıram, A variantı to işlənib yanlışdır. B variantı zamana görə dəyişib yanlışdır. C variantı şəxsə görə dəyişib yanlışdır. D variantı yenə də present continuous belə ing vermərik. Yəni sadə formada olmalı idi. Y variantı isə doğru cavabdır.
Baxıram 20-ci suala. The policeman watched. Watch neçənci qrup feildir? İkinci qrup feildir və burada diqqətli olmuş ala, bu da cansız bizim tamamlığımızdır. Özündən sonra ya tuzsuz feil gəlməlidir. Yanlış da variantı. D variantı zamana görə dəyişib. Baxın, was disappearing past continuous'dur. Yanlışdır. C variantı şəxsə görə dəyişib. Yanlışdır. G variantı zamana görə dəyişib. Yanlışdır. Doğru cavabımız B variantı. Diqqətli olmuş uşaqlar. Yenə deyirəm, mürəkkəb tamamlıq testləri əslində çətin deyil. Sadəcə olaraq o feilləri əzbərləyəcəksiniz və işiniz bu qədər rahat olacaq. Bir də hər mövzunu təkrar etdikdən sonra hər mövzuya aid ən azından imtahanımıza da az qalıbdır. Yəni mütləq və mütləq ən azı 50-60 test, 50-70 arası belə bu testləri işləmək sizin üçün çox faydalı olacaq. Çünki